çəkməyə. İsmail rayonu Həzirə qəbristanlığı. Gəlmişəm çəkməyə. Bayan mənə iş vermədiklərinə görə İsmailin kamarxozunun müdürü, məşğulluğunun müdürü, kafelər, restoranlar gəlmişəm görüm kimsə ölüsünsə gətirib nəsə qoyar. Yəni 1 manatdan mənə çörək pulu verər beləncə. Budur bu İsmailli, təriflədik bu İsmailli. Budur tərifli rayonumuz ki, acdıq. İş yox, güc yox, pis vəziyyətdə. Bax budur, Həzirə qəbristanlığıdır bu, aşağı baş Həzirə qəbristanlığı. Bugün gəlmişəm bura, 2 gündür acəm. Mənə İsmailli kafeleri iş vermir, restoranları iş vermir. Gedirlər Salıyan, Lənkəran, Astara, oradan gətirirlər. İşçilər qoyurlar, eləyənləri ki, bunlar pul yığsın, pul qazansın, axırda da içi o qədər çıxır onlardan. Özləri bilir çoxları nə edirlər. Bugün işsizəm, İsmail rayonunun kamarxozunun müdürü mənə kamarxozda xadiməlik vermir. Yalandan deyir ki, yer yoxdur. İşçiləri çıxartıb, yerinə də kefi istəyən işçiləri qoyub. Budur. Budur bu İsmailli, budur tərifli İsmailli. İş yox, güc yox. Dövlət məşğulluq idarəsi də mənə iş vermir. Yalanla tutulmuş yerlərdən ki, 2 il bundan qabaq qoyulan nömrələri götürüb verir mənə ki, istəyirlər. Bax, budur. Dediyiniz İsmailli budur, tərifli İsmailli budur. İş yox, güc yox, çörək yox, aclıqdır. 2 gündür acəm, çörək almağa imkanım yoxdur. Kimin nəyə imkanı çatırsa, mənim kartıma pul atsın, çörək pulu. Kim Allah'ın sevirsə, kim Allah'a dəyər verirsə, Allah'ın rızası üçün. Yəni, mən işsizəm, kafelərdə, restoranlarda mənə iş vermirlər. Kamarxozda mənə xadiməlik vermirlər. Bu qədər pis vəziyyətdəyəm, dolana bilmirəm, keçinə bilmirəm. Mənə də iş vermirlər, ancaq işi verirlər tərbiyəsiz söyənlərə, xoşlarına gələnə, çılpaq gəzənlərə, belənçilərə işi verirlər, belənçiləri pulla təmin edirlər, bizə iş vermirlər. İşsizəm, Azərbaycanın prezidenti Cənab İlham Əliyev sizdən, Mehriban xanım Əliyeva sizdən kömək istəyirəm. Pis vəziyyətdəyəm. Bugün bu Həzirə qəbristanlığına gəlmişəm, görüm kimsə ölüsün üstünə nəsə gətirib qoyar, götürərəm ya 1 manat mənə çörək pulu verir. İncavara heç kim də hələ yoxdur, gələn də yoxdur. Acəm 2 gündür bütün Azərbaycan xalqından yardım istəyirəm.